Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, dəyərli müəllimlər, həmçinin də şagirdlər və tələbələr hər birinizi salamlayıram. Bugün sizin üçün feodal münasibətlərinin meydana gəlməsi, Frank dövləti və Bizans imperiyası mövzusunda test tapşırıqlarının izahatını verəcəyik. Artıq sertifikasiyaya çox az müddət qalıb. Demək olar ki, bir ay müddət qalıb. Çox az zamanımız var. Çalışıram ki, bu günləri dəyərləndirək və sizin üçün testləri mütəmadi olaraq ataq ki, nəsə bir ümumiyyətlə bir əhəmiyyəti olsun. Suallarımıza keçsək. Birinci sualda gedik, Frank imperiyasının parçalanması nəticəsində yaranmış dövlətləri xəritədə göstərin. Təbii ki, Frank imperiyasının yaranması nəticəsində Almaniya, İtaliya və Fransa dövlətləri yaranır. Deməli, burada biz Almaniya 2 rəqəmi, Fransa 3, İtaliya 1-dir, yəni 1, 2, 3. Burada uyğun cavabımız D variantıdır. Digər bir sualı Böyük Karlın dövründə baş verməmişdir. Dövlətin inzibati cəhətdən vilayətlərə bölünməsi ilə baş verməyən biri budur. İspaniyada ərəblərlə müharibə aparıb, doğrudur. Kəndlərini ordudan uzaqlaşdırıb, doğrudur. Saks tayfalarını pul verərək deyil, onlara torpaq paylaraqdır. Deməli, 1 ilə 4 uyğun cavabımız C variantı olmalıdır. Digər bir sual Fransanın 9-11-ci əsrə aid deyil. Feodal dağınıq ən bariz nümunəsidir. Bəli, dağınıq halda olmasıdır. Ayrı-ayrı knyazlara parçalanmışdır. İtaliyanın şimalını öz hakimiyyəti altına aldı. Yanlış cavabımız B variantıdır. Deməli, 9-11-ci əsrdə deyir ki, İtaliyanın şimalını öz hakimiyyəti altına aldı. Krallıq iri feodallar arasında bölüşdürüldü, bəli, olub. Siyasi dağınıq dövrünü yaşayıb. Kapetinglər sülaləsi hakimiyyətə gəlib, bəli, 10-cu əsrin sonlarında, yəni 897-ci ildə. Ona görə də uyğun cavabımız B variantıdır. Yəni B-də aid olan hadisə isə Müqəddəs Roma imperiyasına aiddir. 4-cü suala baxırıq, Justinian məcəlləsinə aiddir. Hər kəs ali məhkəmə orqanı müraciət edə bilər, doğrudur. Xlodvik hazırlamayıb, Franklara aiddir Xlodvikin qanunları. Bütün xristian təbəqələr bərabər hüquqlu idi, doğrudur. Torpaq üzərində xüsusi mülkiyyət hüququ ləğv edildi, yanlışdır. Deməli, 1 ilə 3 uyğun cavabımız Y variantında verilib. 5-ci sualda Qərbi Avropada təhkimli kəndli torpağa bağlı olmağa əsasən qul idilər, yanlışdır. Bəzi Avropa ölkələrinin kəndi alınıb satılır, doğrudur. Feodalın icazəsi olmadan evlənmə hüququ yox idi, doğrudur. Feodalın yanına bir ilə təhkim kəndi gedə bilməzdi, yanlışdır. Deməli, elə 2 ilə 3 uyğun cavabımız Y variantında verilib 5-ci sualda. Növbəti 6-cı sualda Germanların Vestgot krallığına müasir xəritədə müəyyən edin. Vestgot, yəni qərb qotlarına deyilir. Burada İspaniya arasındadır. Bir rəqəm göstərmiş ərazidədir. Burada da A variantında göstərilib. Digər bir sualımızda uyğunluğu müəyyən edin. Böyük Karl Justinian aid olan xüsusiyyətləri verilmir. Burada oxşar fərqli cəhətləri müəyyən edin. Dövlətin ən qüdrətli hökmdarlarından biri idi. Elə Justinianda da ən qüdrətlidir. Böyük Karolda A ortaq gedəcək. Avar xaqanlığına qarşı mübarizədə qəddar mübarizə apardı. Bu Böyük Karola aiddir. İtaliyada uğurlu müharibələr hər ikisinə aiddir. Həmçinin Şimali Afrikada Vandal krallığını tabe etmişdi. D. Justiniana aiddir. Pirin yarımadasında ərazi ələ keçirdi. Bu da Böyük Karola aiddir. Deməli, Y bəndi Böyük Karola aiddir. Deməli, B-Y olur. B-Y, D, A-C uyğun cavabımız A variantında verilib. Növbəti sualda Slavyanların Bizans ərazisi məşğullaşmasının nəticəsi Bizans zəifləri süqut etməsi aid deyil. Bu çünki Osmanlı yürüşləri ilə bağlıdır. Xalqların böyük köçü prosesinin başlanması bu 6-cı əsrə aid Bizans ərazisi məskunlaşması yeri gəlmişkən Bizans Oskot krallığını tutması da yanlışdır. Vandalların arasında yürüş şərait yaratılması, quldarlıq qaydaların feodalizmə əvəz etməsi Y variantıdır. 9-cu sualda feodal nərdivanına buraxmış növbəti biləyə aiddir. Kraldan sonra gəlir deməli hersoq və qraflar. Deməli, burada uyğun cavabımız Y variantında. 9-cu sualda Y variantı olacaq. Növbəti 10-cu suala baxırıq. Verden müqaviləsində nəticələr müəyyən edin. Frank imperiyasının bölünməsi doğrudur. 843-də bölünüb. Yəni, protestant kilsəsinin yaranması 1555-ə aiddir. Feodal dağınıq dövrünün başlaması da aiddir. 1 ilə 3 uyğun cavabımız B variantı olar. Digər bir sualda adları verilən şəxslərə aid oxşar müəyyən. Böyük Karolun Otto, ərəblərlə mübarizə aparıb Böyük Karol. 9-cu əsrdə Avropada yaranmış dövlətlərin hökmdarı olması. Otto
910-cu əsrə aid özünü imperator elan etməsi. Burada C uyğundur. Karl Martelin dövrünə aiddir. Frank dövlətinin imperiya çevirməsi Böyük Karla aiddir. Frank tayfa ittifaqına rəhbərlik etməsi də yanlışdır. Hərbi saat keçirə zirehli atlardan və ya cəngavərlərdən ibarət olan Frank qoşunlarını təşkil etməsi. Uyğun cavabımız C variantıdır. Frank tayfa ittifaqına rəhbərlik etməsi deyil. Bu ilk öncə, yəni Xlodvika aiddir. 13-cü suala baxırıq. Deyir ki, xronoloji ardıcı müəyyən Frank imperiyasının yaranması 800, ərəblərin Bizansın əksər mülklərini işğal etməsi demək 7-ci əsrə aiddir. Deyək ki, Misir, Suriya və Fələstini tutub. Malazgirt döyüşündə Bizansın Çiki Asiyada mülklərini itməsi 1071-də, Verdin 843-dədir. Deməli, burada Frank imperiyasının yaranması 1 olar, 2 olar, 1 olar, 2, 1, deməli 2, 1, 4, 3 olar. 2, 1, 4, 3. Uyğun cavabımız C variantında verilib. 14-cü sualda verilmiş xüsusiyyətlərin aid olduğu dövləti müəyyən edin. 9-10-cu əsrdə Genua, Venesiya, Pisa və Florensiya şəhərlərinin özünə idarə hüququ qazanması. 9-11-ci əsrlərdə siyasi dağınıq dövrü bu İtaliyaya aiddir. Uyğun cavabımız D variantında verilib. 15-ci suala baxsaq, 15-ci sualda hansı proses Roma deməli Roma, Alman və Xristian elementlərinin bir araya gəlməsini simvolizə edərək yeni bir sivilizasiyasının əsasını qoyub. Justinian məcəlləsi deyil, Böyük Karlın tac qoyma mərasimidir. B variantı uyğundur. Justinianın xarici siyasətinə aid deyil, əsas məqsədi qədim Roma imperiyasının ərazilərini bərpa etməkdir. Doğrudur. Şimal Vandal krallığını işğal edib. Doğrudur. Oskot krallığını işğal edib İtaliyada. Doğrudur. 530 Bizans-Sasani müqaviləsi ilə müharibəyə son qoyuldu. 532 Bizans-Sasani müqaviləsi ilə müharibəyə son qoyuldu. Xeyr, əslində Bizans-Sasani müharibəsi növbət dəfəsində də Müqəddəs Sofiya məbədi inşa olundu. Deməli, əsas qədim Roma imperiyasının sərhədlərini bərpa etməkdir. Qədim Roma imperiyasının sərhədlərini bərpa etməkdir. Şimali Afrikada Vandal krallığını işğal etdi, Oskot krallığını işğal etdi. Doğrudur. Bizans-Sasani müqaviləsi ilə müharibəyə son qoyuldu. Müqəddəs Sofiya məbədi də inşa olundu. Bizans-Sasani müqaviləsi ilə müharibəyə son qoyuldu. Yəni, müharibə tam başa çatmadı. Yəni, D uyğun cavabıdır. Ona görə də burada D variantını uyğun olaraq götürürük. Digər variantlara baxırıq. Roma imperiyasının sərhədlərini bərpa etməkdir. Doğrudur. Şimali Afrika Vandal krallığını işğal etdi. Oskot krallığını tabe etmişdi. Müqəddəs Sofiya məbədi inşa olundu. D variantı uyğundur. 17-ci sualda Bizans imperiyasına aid deyil. Birinci Göyçük xaqanlığının hücumuna məruz qalmışdı. Doğrudur. 10-cu əsrin ortalarına Kipri geri qaytarması. Afrika və Asiyada ən zəngin millətin ərəblərin ələ keçirməsi. Doğrudur. Sasani dövləti ilə müqavilə bağlayıb, məsələn 530. Apnenin yarımadasının Slavyanların məskunlaşmasına icazə verməsi. Apnenin yarımadasına, yanlış cavabımız budur. Apnenin yarımadasına deyil, yəni Apnenin yarımadası onda Bizansın tərkibində deyildi. Ona görə də burada uyğun cavabımız Y variantıdır. Kipr adasının geri qaytarması. 18-ci sualda adları verilən şəxslərin oxşarlığı müəyyən edin. Böyük Karl Muğan Xaqan. Ərəblərə qarşı mübarizə Muğan Xaqana aid deyil. Yeni dövlətin əsasını qoymayıb heç biri. Özünü imperator elan edib Böyük Karla aiddir. Saks tayfalarına qarşı mübarizə Böyük Karla aiddir. Avarlarla mübarizə Y variantıdır. 19-cu sualda Patiya döyüşü nəticələrinə aiddir. Frank imperiyasının ərəbləri darmadağın etməsi. Frank imperiya deyildi bu dövrdə. Ona görə götürmürük. Abbasilər xilafətinin zəifləməsi də aid ola bilməz. Ərəblərin Qərbi Avropada irəliləməsinin qarşısını almaqdır. Ərəblərin Qərbi Avropada irəliləməsinin qarşısını almaq C variantı uyğundur. 20-ci sualda Vikinglərlə bağlı yanlış fikir müəyyən edin. Gəmilər dövrün ən yaxşı gəmiləri doğrudur. 9-10-cu əsrdə Avropada ən geniş miqyaslı yürüşlər etmişdilər. İncə Şimali Amerikaya gedib çatmışlar. İlk başına əkinçiliyi ilə məşğul olsalar da. Sonradan məşğuliyyəti maldarlıq olmuşdu. Əkinçilik sonradan meydana gəlib bunlarda. Skandinaviyada yaşayırlar. Çünki əkinçilik ümumiyyətlə istiləşmə, qlobal istiləşmə nəticəsində əkinçiliklə məşğul olurlar. Ona görə də
Burada ilk məşğuliyyəti əkinçilik olmayıb. Ona görə D yanlış cavabı. Diqqətiniz üçün təşəkkür edirik. Növbəti videoları üçün videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hər birinizə təşəkkür və minnətdarlığımızı bildiririk. Növbəti videolarda görüşənədək.